Ətraflı yazılı cavab tələb olunan tapşırıqları izah edəcəm. AC-nin açılışı 10A üstəgəl C-dir. BB 10B üstəgəl B üstəgəl 10C üstəgəl A bərabərdir 77. Burada nə edirik? Deməli 10A, 11A, 11A üstəgəl 10C üstəgəl C 11C üstəgəl deməli 10B üstəgəl B də 11B eləyir. Hər tərəfi 11-ə böləcək və ya 11-i mötərizə xaricində çıxarda bilərik. Yaxşı çıxardaq 11 A plus B plus C bərabərdir 77. 77-ni 11-ə bölək eləyir A plus B plus C bərabərdir 7. Deyir ki, ala biləcəyi ABC 3 rəqəmli ədəddir. Üstündə xətt gedirsə belə. Ən böyük, ən kiçik qiymətinin cəmini tapın. Ən böyük qiyməti, 700 olar, amma yəni BC 00 olur. 2 rəqəmli ədəddə 0-dan başlaya bilməz. Özə bir də deyir ki, BC-dən fərqlidir. 601 də ola bilməz. Onun ki, B 0 olur. 601-də 6 üstəl 0 üstəl 1 axı 7 eləyir. B 0 olur. 2 rəqəmli ədəddə 0-dan başlamırıq. Elə 2 rəqəmli ədəd yoxdur ki, 0-0. Deməli, biz götürürük 500. Bir dəqiqə, 511 də alınmır. Ədədlər, rəqəmlər bir-birinə bərabər olur. BC-dən fərqlidir. Deməli, 421 götürürük. 4 üstəl 2 üstəl 1 7 eləyir. Ən kiçiyi də bunların yer dəyişməz formasında 124. Toplayaq eləyir 5, 4, 5. 545-dir cavabımız.